Çox sağ olun, hörmətli xanım Sədir. Fürsətdən istifadə edərək mən də İlaxır Çərşənbə Torpaq Çərşənbəsi münasibətilə sizi və deputat həmkarların hamısını təbrik edirəm və eləcə də qarşıdan gələn Novruz bayramınızın da hamısı mübarək olsun. Mən doğrusu sırf bu Konstitusiya Məhkəməsinin mahiyyəti, təbiəti ilə bağlı bir söz olaraq istədim. Konstitusiya Məhkəməsi olan ölkələrin təcrübəsi və elə nəzəriyyəsi də göstərir ki, Konstitusiya Məhkəməsi adi məhkəmələrin yuxarı instansiyası deyil. Ümumiyyətcə, hətta political jurisprudence deyilən bir ifadə də var, termin var ki, siyasi jurisprudensiyası. Bu daha çox mahiyyətcə siyasətlə hüquq arasında olan, çünki konstitusiyon mübahisələrinin çoxsu belədir. Xeyli dərəcədə abstrakt və nəzəri bilik tələb edən və ona görə də Konstitusiya Məhkəməsinin hakimləri bir çox ölkələrdə elə akademik çevrədən təyin olunur. Onların bir çoxunun heç ümumiyyətlə məhkəmə təcrübəsi olmur daha öncədən. Bunu hələ Hans Kelsen 1920-ci ildə Konstitusiya Məhkəməsi ideyasını irəli sürəndə və tarixdə ilk Konstitusiya Məhkəməsi Avstriyada yaradılmışdı. Onun qanunu da ilə Hans Kelsen yazmışdı. Normativist hüquq nəzəriyyəsinin banisi. O elə ona görə onu yazdı ki, onun qənaətinə görə və çox doğru da qənaət idi ki, məsələn, Anglo-Sakson hüquq sistemlərində Konstitusiya Məhkəməsi yoxdur orada. ABŞ-da Ali Məhkəmə 1803-cü ildə Madison Marbury'yə qarşı işdə özü o səlahiyyəti özünə götürüb, halbuki Amerika Konstitusiyası heç Ali Məhkəməyə bu səlahiyyət verməmişdi. Hans Kelsen düşündü ki, qitə Avropa ölkələrində ali məhkəmələr yetərincə güclü deyillər, ABŞ Ali Məhkəməsi qədər. Onun elə bir siyasətlə hüquq arasında var-gəl etmək ənənəsi də yoxdur. Çünki Ali Məhkəmə Amerika Birləşmiş Ştatlarında mahiyyətcə çox siyasi işlərə də baxa bilir. Onların hansı ki, adi məhkəmələrdən, deməli, qitə Avropa ölkələrində ümumiyyətcə səlahiyyəti yetmir ona, qanunla da qadağandır. Ona görə o düşündü ki, Avropa ölkələrində, konkret olaraq indi tarixən birinci Avstriyada yaradılmışdı. Orada ali məhkəmə nə ənənəsi var, nə deməli, elə bir institusional gücü də var ki, Konstitusiya Məhkəməsində siyasi mübahisələrdən doğan deməli, şərhlər versin. Ona görə o ideya da bundan ibarət idi ki, Konstitusiya Məhkəmələri onlar sübut faktları araşdırmırlar, sübutları dəyərləndirmirlər. Onlar ali məhkəmələrin deməli, konstitusiyaya zidd olan qərarları olacaqsa və bundan şikayət olacaqsa o işlərə də baxa bilərlər. Amma normalda konstitusiya məhkəmələrinin hakimlərinə aid olan tələbləri ali və digər məhkəmələrin hakimlərin tələbləri ilə eyniləşdirilmə doğru saymıram və açılda bir çox ölkələrdə heç bu yoxdur da. Bunu demək istəyirdim. Çox sağ olun. Təşəkkür ederim.